Herkese salam millet. Allah diyen qaranlıq. Salam millet. Axşamımız xeyirsiz. Nəsə vaxtda maşını yumaq istəyirəm. Maşın sadəcə yaman gündədir. Çox pis vəziyyətdədir. Valla bunun gününə oldu. Neçə günü yumuram. Ona qədər vermək istəmirəm. Suları çoxu şey olur, onlarınki. Siz inanın. Həm quyu suyu olur, şirin su olmur. Ona verirəm ki, bir dənə gedim özüm bunu axşam vaxtı təmizləyim, çiçək edeyim. Həm dedim bir dənə belə bir video çəkəm. Onda da kürküm var mı? Bitdik, marka vlogudur. Bugün də marka vlogudur. Hər şeydən qabaq bizə nə lazımdır? Ən birincisi. Yəni marka. Sonun bəlirlədiyimiz bir-iki yerlər var ki, bir-iki dənə yerlərdən biri göstərəcəm sonra rəddənərək öz yerində həmişəki kimi. Deməli, mən qaldığım yerdə 50 qəpiklər çoxdur. Hər dəfədə bir dənə saçılır. Ona görə də bir dənəsini tapmışam. Çox xoşuma gəlirdi ora. Bütün tür köpüyü var. Karanlıq yollardan geçdik. Bir dənə buradan mən. Hər şeydən qabaqdakı lazımdır bizə 50 qəpik. Salam axşamınız xeyir. Salam. Mən səmimi olmuş 50 qəpik verə bilərsiniz. Nə qədər? Maşını yerəm yumağa mənə dolu 50 qəpik lazımdır. Çox sağ olun. Təşəkkür. Valla bunun günündən oldu. Blokların altında saxlamaqdan diyor. Bunu bugün təmizləyəcək, fixit eləyəcək. Civə eləyəcək bunu. Məkanım buradır mən o. Hoppa. Işıq zat da çəkiblər ya, konkret normalni. Все. Geri bura. Maşın da bu vaziyette değil. Burada prosta bilmiyorum, burada böyle bir şey var. Bu var, bu hiç, bu qəşəngdir. Bu mumvosk nədir belə? Bilmirsiniz? Mumvosk. Parıldadıcıdır bu. Yaşıl köpük. Premium köpük. Bana hamısını basacaq belə, görə nə var? Ayağı altları düzdüm bura. Bunların adına qeyd alayım. Eyvah. Bunları bir də yuyanda əyilir. Bunun bazarda sizə desələr ki, əyilməyəcək, boş söhbətdir. Yuyandan sonra əyilir, sadəcə yuyub bunları qəşəng qurulamaq lazımdır həmişə ki, normalni qalsın. Bu yetim balasından ki, 1-2-3 dəfə şey eləməliyəm hal-hazırda. Yumalıyam ki, bütün bu kürü getsin. Hər bir şey var da, bu yuyulmayacaq yəni. Qoğaşımız doldu deyəsən. O zaman belə yönmüşsün. Söndürüm, biraz yulayım, sonra şey çəkərəm. Onun bir partiyə yuduq. Sadəcə belə bunlar hələ də qalır. Burada çiçəklər var. Tozlar var hələ də. Süt satmaq. Ama bir dənə şeylə, köpüklə, hansı biri ilə bilmirəm. Bu nədir, bunu bilmirəm. Bu heç, bu heç. Bunu yoxlayacaq. Bu parıldadıcıdır. Görə bu nədir? Bunu yoxlayacağım indi. Getdik.
Elə bu. Taşsın başında. Gel görün bura. Bu yəqin ki çirkahıdandır. Görə bu nə olan şeydir bala? Ustası başa bax. Deməli məndə böyle bir şey var. Çok bomba bir şeydir bu. Görürsən. Olur tərtəmiz. Ona böyle çim edeceğim. Ondan sonra bunu böyle eləmək olar ya, onu bilmiyorum. Getdik daha. Ovalıyorum çıkmıyor. Ovalıyorum. Yani bu yine işi daha tezelli eləyirsən. Hadi bir saat gözleme yapasın. Aslında bu derman ne işe yaradı ama başımı sımadı. Toz aldı, neyledi. Ne bokum yaptı bilmirik. Saatim var ki bu arada. Bu tıspağın indi. Bunlar kaldı yerler. Bunu böyle sildim. Təzədən bir dənə də suyla yuyacağım. Sonra bir dənə də köpüyü vuracağım. Sonra təzədən bir dənə də suyla vuracağım. Sonra bəsdir. Sonra sürüb yiyəcəm. Çox olur ya. Heç mən bu qədər çinmirəm. Nə olub? Bir götürək. Bunu su vursan, buna köpüyü vursan, buna da su vursan bir dənə qəpiyi də artıq qalır. Getdi yego boş. Millət, bu arada bir şey diyeyim sizə. Maşını böyle bir şeylə siləndə buradan silmeye əvəzinə həmişə aşağıdan silin ki. Niye? Buradan siləndə çünki bırakırsan köpük yenə gəlir aşağı, görürsən. Həmişə daima elə bir ki köpüyün olur. Buradan silirsən köpüyün olur. Yəni, nə qədər istəsən silə bilərsən. Ona görə çalışım ki aşağıdan yuxarı gedin, yuxarıdan aşağı yox. Maşını elədik çilik. O derman söktüm, nasıl bilmediğim derman. Oynama, mükemmel bir şey çıktı da. Bu karanlığı da o kadar görsem ben o kar oluyor. O yüzden kırışmasın gibi. Kobalt. Allah kömeği olsun. Kaldı esas mesele bunu indi silmek. Hem böyle problemlerden biri. Onu da halledirik, kırık yedik. Bu da son ağlı. Tekerleri qaratmadım. Tekerleri səhər bir dənə baxmaq istəyirəm ki, görüm. Yub qubqa ilə siləndən sonra nə cür hal alır. Buraları qaraltdıq, buraları qaraltdıq. Təmiz şey oldu. Bir de ayaq altları burada. Ayaq altları koymadım. Niye? Çünkü burada tasvaran yok. Burada tasvara almadığım için ayaq altları yuyup tezden buraya koymadım. Çok maşinadan mindirmirik. Ona göre ayaq altları oradadır. Hoppa ye. Buradadır. Burada ayaq altı. Bunu neye koymuşam maşına? Oxuyanam neye? Yalandan atmışam, lazım olanı yazarıq. Belə. Hiçbir şey millət, video buraya kadardı. İnşallah beğenip komentarı yazarsınız. Böyle bir şey çekmek istedim. Hələlik. Dedim hələ özüm üçün mi? Özüm yaman gündə. Hələlik, üzünüz xeyrə. Görüşərik.